Rusiya-Ukrayna müharibəsinin 1011-ci günü Suriyada vətəndaş müharibəsi təkrar başlayır, qonşu Gürcüstanda da ara qarışır. Amma baş verən bu hadisələrin heç biri Vipausta menyuya biti əlavə eləməyimizə mane ola bilmədi. Azərbaycan milli kulinariyasını fərqləndirən əsas xüsusiyyətlərdən biri də odur ki, bizim milli mətbəximizdəki bəzi yeməklər gastronomik quruluşuna görə birinci yemək, enerji dəyərinə görə isə ikinci yeməkdə sayıla bilir. Bitinin əsas xüsusiyyətlərindən biri də onun öz xüsusi keramik qabıdır. Yəni eyni resepti başqa bir qabda bişirsəniz bu yemək piti adlana bilməz. Piti haqqında belə bir rəvayət də var ki, Cənubi Azərbaycanda qədimdə pitini yalnız hamballara verərlərmiş ki, yüksək kalori dəyəri olduğundan onlar piti yeyib çox işləyə bilsinlər. Pitinin bişirilməsi də ayrıca ustalıq tələb edir. Uzun müddət odda bişən pitinin üzündəki quyruq yağı ən sonda gördüyünüz bu rəngi alır. Piti süfrəyə verilərkən yanında olmazsa olmazı qırmızı soğan və sumakdır. Videodakı salatların bəzilərində pitiyə dəxlisi yoxdur, elə belə düzmüşük. Əsas incəliklərdən biri də pitinin yeyilmə qaydasıdır ki, əvvəl suyu boşqaba tökülüb çörək əlavə olunub belə yeyilir. İkinci etapda isə qabın içində qalan ət və noxud qarışığı yaxşıca əzilərək qarışdırılır və üstünə sumaq əlavə olunub belə yeyilir. Uzun sözün qısası demək istədiyim odur ki, artıq Vipausta piti də var. Gəlmək istədiyiniz dostlarınızla videonu paylaşmağı unutmayın.